Bismillahirrahmanirrahim. Allaha həmd olsun. Qismət elədi, vilayət mövzusunda mən də öz anladıqlarımı siz əzizlərlə bölüşüm. Başlamamışdan öncə bir neçə qeydi diqqətinizə çatdırmaq istəyirəm. Birinci məsələ bundan ibarətdir ki, bu deyəcəklərim, silsilə danışacaqlarım mənim şəxsən, yəni özümün anladıqlarım, elədiyim çıxarışlardır və dinin özünə bunu bağlamaq lazım deyil. Kiminsə təklifi, iradı olsa, mən hazıram və həm fikirlərimdə dəyişiklik eləməyə, həm də yenidən səs yazısı paylaşıb, əgər fikirlərim yanlış olubsa, bunu yenidən əzizlərlə bölüşməyə. İkinci məsələ bundan ibarətdir ki, əzizlərdən hansısa ehtiyat eləsə, paylaşmaq istəməsə, nəzərində olsun, paylaşmasın, bəyənməsin, sadəcə dinləsin. İstər-istəməz ola bilər mənim adım çıxsın və yaxud da mən bunu kiməsə yollayım və o mənimlə yaxın olduğu üçün bunu paylaşmaq vəzifəsi özündə hiss eləsin və paylaşsın, sonra da Allah eləməsin nəsə bir çətinliklə üzləşsin. Odur ki, mütləq qardaşlar və bacılar səsimi dinləsinlər, əgər məsləhət bilsələr, ondan sonra paylaşıb paylaşmamaq öz ixtiyarlarındadır. Mövzumuz vilayət məsələsidir. İstəyirəm Allahın izni ilə silsiləvari olaraq vilayət mövzusuna toxunum və ondan sonra Allah qismət eləsə müəyyən bir səpkidə növbəti mövzularımızı da bunun ardınca aparmaq fikrindəyik. Ümumiyyətlə, vilayət məsələsi nədir və mənim bundan anladıqlarım nədir? Vilayətin mahiyyəti barəsində bir neçə dəqiqə vaxt uzalım. Vilayətin mahiyyəti söz haqqına sahib olmaq, olar-olmaz təyin etmək və bu hüquqa malik olmaq, qanunvericiliyə müdaxilə edib insanların həyatlarına müəyyən mənada təsir qoymaq. Yəni, vilayət məsələsindən anladıqlarımız budur ki, bir nəfər vilayət sahibidirsə, bunun, bu şəxsin icazəsi var və haqqı var ki, qanun təyin edərək insanların haqqına, həyatına müdaxilə eləsin və onlar üçün olar, olmaz, vaciblər, haramlar təyin eləsin. Bu barədə toxunacağımız ikinci məsələ mütləq vilayət məsələsidir. Bizim əqidəmiz budur ki, insanın üzərində mütləq vilayət haqqı Allaha məxsusdur. Yəni, bayaq dediklərimiz yalnız və yalnız müstəqil olaraq Allaha aiddir. Yalnız Allah yaratdığı insanlara olar-olmaz təyin edə bilər və onların həyatına müdaxilə edə bilər və onlar üçün qanun təyin edib həyatlarına nizam və səmt verə bilər. Bu haqq, yəni mütləq vilayət yalnız və yalnız Allaha məxsusdur. Amma bu haqq əslində xaliqə aid olsa da, o bu səlahiyyəti özünə ən çox bənzəyənlərə də ötürmüşdür. Yəni, deyək ki, Allah insanları, bəşəriyyəti xəlq elədi və bu vilayət haqqını emal etmək üçün, vilayət haqqını insanlar üzərində icra etmək üçün özü birbaşa deyil, müəyyən şəxsləri seçərək bunu həyata keçirdi. Yaxşı, bu müəyyən şəxslər kimdir? Kimləri seçdi? Ad olaraq yox. Hansı meyarlar əsasında Allah bu vilayət sahiblərini seçir və seçdi? Bizim əqidəmiz budur ki, özünə ən çox bənzəyənlər və yaxud da nüdbə duasına diqqət eləsək, orada duada buyurulur ki, onlarla müəyyən şərtlər kəsildi və onlar da qəbul elədi ki, o şərtlərin başlıcası dünyaya meylsizlik, dünyaya bağlanmamaq bunlar idi və onlar da qəbul elədi. Bəli, bizim əqidəmiz budur ki, Allaha ən çox bənzəyən kimdirsə, o vilayət sahibi seçilir öz zamanında və öz məkanında. Və təbii ki, Allahın sahib olduğu hüquqlar ki, bayaq da qeyd elədik, insanların həyatlarına müdaxilə eləmək, qanun təyin etməkdir. Allahın icazəsi ilə bu şəxsiyyətlər də
peyğəmbərlər də Allaha ən çox bənzəyən bir şəxs olaraq bu hüquqa malikdirlər və insanların həyatlarına müdaxilə etmək icazələri var. Belə olduğu halda ilk vilayət sahibimiz elə yaradılan ilk insan olub. Çünki belə bir şey mümkün deyil ki, ilk insan yaransın və onun dövründə peyğəmbər olmasın, vilayət sahibi olmasın və o ehtiyaclı olsun hansısa bir peyğəmbərə, özündən sonra dünyaya gələcək şəxsiyyətə. Odur ki, ilahi nizama əsasən ilk şəxs, ilk yaradılan şəxs və insan elə peyğəmbər də olmalı idi və oldu da Hz. Adəm əleyhissalam ilk vilayət sahibidir. Və bizim hamımızın eşitdiyimiz o mələklərin səcdə məsələsi, iblisin səcdə etməmə məsələsi də məhz elə vilayət məsələsindən qaynaqlanır. Yəni Allah, mən yer üzündə öz canişinimi qərar verəcəyəm dediyi zaman həmin o vilayət sahibindən gedir söhbət. Əlbəttə ki, başqa təfsirlər və başqa qeydlər də var. Amma onların ən başlıcası mənim olmadığım, yəni nəinki məhdudiyyət Allahda idi. Dünyada olan məhdudiyyətlərə əsasən Allah özü birbaşa vilayətini icra edə bilmədiyi üçün, təbii ki, məhdudiyyət Allahda yox, dünyada idi. Yəni insanların hər hansı bir insanla əlaqəyə keçmək mümkün deyildi və bundan əlavə insanların da səlahiyyəti yox idi ki, birbaşa əlaqəyə keçsin Allahla və Allah da cisim deyil ki, insanların arasına düşüb özü birbaşa bu işlə məşğul olsun. Odur ki, Allah yer üzündə xilafətimi ötürürəm insan adlı bir varlığa, onu xəlifəm təyin edirəm deyəndə əsasən vilayət mövzusunda idi bu məsələ. Və mələklər təbii ki, tabe oldular bu vilayətə və vilayət sahibinə boyun əydilər, səcdə etdilər Allahın icazəsi ilə. İblis isə vilayət məsələsində Adəm əleyhissalamın önündə durdu və onun vilayətinə tabe olmadı, səcdə etməkdən boyun qatırdı. Beləliklə, ilahi vilayət xəttinə qarşı ilk cəbhə açıldı və yarandı. Şeytan məhz bu cəbhəni formalaşdıran ilk varlıq idi ki, ilahi vilayətin Allahdan, yəni Xaliqdən vəhyə bağlı olan məxluqa və məsum bir məxluqa ötürülməsinə etiraz elədi. Deməli, bu mərhələdə vilayət Allahdan, yəni Xaliqdən məxluqa ötürülür. Amma hansı məxluqa? Həmin bu Xaliqə ən çox bənzəyən məxluq və vəhyə bağlı olub ismət məqamına sahib olan varlıq və məxluq ki, peyğəmbərlər idi bunlar. Yaxşı, bu mərhələdə ki, ötürüldü peyğəmbərlərə vilayət. Bu vilayət sahiblərinin vəzifələri nə idi? Təbii ki, bütün peyğəmbərlərin hədəfi insanları Allaha tərəf yönəltmək, ilahi təşkilat və ilahi partiyaya üzv eləmək, Allahın təqdim elədiyi qaydalar əsasında yaşamağa dəvət eləmək və Allahın istədiyi mədəniyyəti cəmiyyətdə formalaşdırmaq. Təbii ki, bunun üçün ilk növbədə bir nizamnamə lazımdır. Yazılı surətdə qaydalar lazımdır. Birinci, yazılı formada insanlara təqdim olunması müəyyən qaydalar lazımdır ki, peyğəmbərlərin ilk vəzifəsi həmin bu nizamnaməni formalaşdırmaq idi. Hər bir təşkilatın, hər bir birliyin düşüncəsi, ideologiyası, iş prinsipi, olar olmazları, hüquq və vəzifələri, üzvlərin hüquq və vəzifələri, bir-birinə qarşı olan vəzifələri və s. qeyd olunur yazılı surətdə. Və daha sonra praktiki surətdə də bunlar həyata keçirilir. Peyğəmbərlərin də ilk vəzifəsi həmin bu nizamnaməni tərtib eləmək idi. İnsanların səadətə və ilahi tərəfdən, Allah tərəfindən təyin olunmuş hədəflərə çatmaları üçün lazım olan yazılı qayda, qanun və nizamnamə. Birinci vəzifələri bu idi və ikinci vəzifələri də bunun kənarında qüdrətləri çatacağı formada, şəraitləri əl verəcəyi həddə həmin bu nizamnaməni həyata keçirmək və qaydaları tətbiq eləmək və əməli surətdə, praktiki surətdə cəmiyyəti həmin nizamnamə əsasında formalaşdırmaq. Peyğəmbərlərin deməli 2 dənə vəzifəsi var idi. 1. Yazılı nizamnaməni formalaşdırmaq. 2.
yazılı nizamnamənin praktiki surətdə cəmiyyətdə həyata keçməsini tənzimləmək və təşkil eləmək. Təbii ki, bunun da hədəfi nə idi? Yəni bu nizamnamənin və praktiki surətdə həyata keçmənin hədəfi nə idi? İnsanların xoşbəxt olması həm bu dünyada, həm axirətdə və ilahi kamallara çatmaları üçün yolların bərpa olması. Peyğəmbərlər bu hədəfə çatmaq üçün bir-birinin ardınca fəaliyyətə başladılar. Adəm əleyhissalam, Nuh əleyhissalam, İbrahim, Musa əleyhissalam, İsa əleyhissalam və sonuncu Peyğəmbər. Alimlərimizin sözü bundan ibarətdir ki, bəzi Peyğəmbərlər irəli apardılar cəmiyyəti, bəzi Peyğəmbərlər geri getmələrinə mane oldular cəmiyyətin və bəzi Peyğəmbərlər gördü ki, cəmiyyət geri gedir, saxlaya bilmir, o geriləmənin sürətini azaltmaq məcburiyyətində qaldılar. Bir-birlərini ötürdülər və elə bir mərhələyə gətirib çatdırdılar ki, nizamnamə yavaş-yavaş, mərhələ-mərhələ ulul əzm peyğəmbərlər xüsusən də onların vasitəsilə, şəriət sahibi olan peyğəmbərlərin vasitəsilə kamilləşərək gəldi, çatdı bizim İslam peyğəmbərimizə və İslam peyğəmbəri də 23 il ərzində həmin o nizamnaməni, yəni insanların qiyamətə qədər səadətlərinə çatmaları üçün lazım olan o nizamnaməni tamamladı. Quran da buyurur ki, Qədirxum hadisəsində bugün dininiz, yəni İslam dini ancaq yox, yəni 23 il ərzində göndərilmiş İslam dini yox. Adəm əleyhissalamdan bu günə qədər ki, hamısı bizim əqidəmiz budur ki, onsuz da İslam dini idi və köklü prinsipləri eyni idi, heç bir dəyişiklik olmamışdı və hamısı da İslama dəvət edirdi insanları və İbrahim əleyhissalam buyurur ki, mən ilk müsəlmanlardanam. Bəli. İslam peyğəmbəri də Qədirxumda həmin ayəyə əsasən dini Allahın göndərdiyi qayda qanunu insanlara bitirdi, kamilləşdirdi və nəzəri olaraq, yazılı olaraq insanların səadətə çatması üçün qiyamətə qədər artıq nizamnamə hazır idi, Peyğəmbər tərəfindən insanlara təqdim olundu. Təbii ki, Qədirxum hadisəsində nəzəri olaraq təqdim olundu. Amma söhbət burasındadır ki, bəs bundan sonra artıq vəzifə nədir, mərhələ nədir? Bunu da qeyd eləyək ki, Peyğəmbər öz zamanında da müəyyən mənada praktiki surətdə də həmin bu nizamnaməni həyata keçirə bildi və insanlara və bəşəriyyətə təqdim elədi ki, bizim təqdim elədiyimiz nizamnaməyə əməl olunarsa, Mədinə şəhərində bizim ümumxalq və beynəlxalq arenaya təqdim eləmək istədiyimiz din, təqdim eləmək istədiyimiz təşkilatçılıq və idarəçilik üslubu məhz budur. Biz yəni həqiqətən də insaflı surətdə Peyğəmbərin Mədinə şəhərində idarəçiliyinə baxsaq, orada Peyğəmbər hansı idarəçilik üslubdan istifadə edib, insanları hansı məsələlərlə tanış edib, ehtiyacları necə həll edib, idarəçiliyə kimləri təyin edib, onları əgər yanlış edərlərsə necə cəzalandırıb və s. Ümumiyyətlə bir cəmiyyətin idarə olunması üçün hansı model təqdim olunur İslam tərəfindən, bunu öyrənmək istəyən məhz Peyğəmbərin Mədinə dövrünə müraciət edib bunu asanlıqla müşahidə edə bilər və Peyğəmbər bizə bir nümunə təqdim elədi bəşəriyyətə. Ki, kimsə İslamın, müsəlmanların, Allahın təqdim elədiyi dinin praktiki surətdə hansı vəziyyətdə olacağını görmək istəyirsə, nəzəri və praktiki, nəzəri Quran, praktiki də Peyğəmbərin Mədinə dövründə təşkil etdiyi hakimiyyət baxsın və görsün. Biz dünyanı bu nizamnamə ilə bu formada idarə eləmək istəyirik. Və qeyd etdiyimiz kimi Qədirxumda bunu tamamladı və artıq burada ikinci mərhələ başlayacaqdır. Ki, inşallah qismət olsa, növbəti səs yazımızda vilayətin Peyğəmbərdən, yəni vəhyə bağlı olan məsum şəxsiyyətdən vəhyə bağlı olmayan məsum şəxsiyyətə ötürülməsi barədə inşallah söz açacağıq. Allah razı olsun, minnətdaram diqqətiniz üçün.